İnsan həyatı boyunca müxtəlif xəstəliklərə məruz qalır, xəstələnir. Bəzən maddi olaraq, bəzən mənəvi olaraq xəstələnir. Və çox insan buna diqqət etməsə də, mənəvi xəstəliklər insan üçün maddi xəstəliklərdən daha qorxunc və daha təhlükəlidir. Belə ki, maddi xəstəliklər insanın fani dünya həyatını təhdid edərkən, mənəvi xəstəliklər insanın həm bu dünyasını, həm də əbədi həyatını qaraldır. İnsanın həm bu dünyasını, həm də əbədi səadətini təhlükəyə atır. Bu cür qorxunc xəstəliklərdən birisi də həsəddir. Həsəd, qısqanclıq, çəkə bilməməzlik. Bu duyğu bəzən çox dərinlərdə gizlənir. Başqasının uğruna, gözəlliyinə, elm və ya nemətinə görə içimizdə yaranan narahatlıq hissi. Sanki qəlbin dərinliyində bir ağrı, bir sızı kimi, niyə o, niyə mən yox deyən bir səs. Halbuki bu səs insanı yavaş-yavaş bitirib tükətən, içdən yeyən bir səsdir. Başqasının xoşbəxtçiliyinə baxıb narahat olan, onun başına bir çətinlik gələndə gizlincə sevinç duyan bir hal. Əslində bu bir xəstəlikdir, ruhun xəstəliyidir. İlk həsəd nümunəsini kim göstərdi bilirsinizmi? İlk həsəd edən iblis oldu. Allah Teala Adəmi yaradanda iblis Adəmi qaldıra bilmədi, Adəmi çəkə bilmədi. Adəmə həsəd etdi və Allaha üsyan edərək dedi ki, sən məni tüstüsüz atəşdən, onu isə torpaqdan yarattın, mən ondan daha üstünəm dedi. Ondan sonra Qabil qardaşı Habilə qarşı, Həzrət Adəmin evladları olan Qabil öz qardaşı Habilə qarşı qısqanclıq və həsəd etdi. Həsədi o qədər zirvəyə çıxdı ki, öz doğma qardaşını öldürdü. Və o gündən bəri qısqanclıq insanın ruhunu zəhərləyən ən qədim xəstəlik olaraq qalır. Həsəd insanı kör edir. O, başqasının gözəlliyini görə bilməz. Çünki içində qaranlıq var. Çünki içindəki qaranlıq onun baxışlarını örtür. Nə qədər ibadət etsə də, nə qədər zahid olsa da, qəlbindəki həsəd və təkəbbür qalmışsa, o hələ azad deyil. Həsədçi nəfsinin quludur. Özünü müqayisə dustağına çevirib. Unutmamaq lazımdır. Həsəd edən şəxs ilk növbədə özünə zərər vurur. Çünki o daim narahatdır. Allahın kiməsə verdiyi nemətləri görəndə içində kinlə, nifrətlə dolur. Bəzən dua yerinə bəddua edir, bəzən pis yollara əl atır. Və bu hal onu həm bu dünyada, həm də axirətdə tükəndirir, bitirir. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur: İyyəkum vəl həsəd, fə innəl həsədə yəqulul həsənət kəmə yəqulun nərul hətab. Həsəddən uzaq durun, çəkinin. Şübhəsiz ki, həsəd savabları, yaxşılıqları ateşin, odunu yeyib bitirdiyi kimi bitirib tükədər. Birazca düşünək. Odunu yandıranda kül olur, geri heç bir şey qalmır. Həsəd də insanın içini elə yandırır ki, arxasında yalnız boşluq və peşmançılıq qalır. Və bir də baxarsan ki, qısqanclıq artaraq bir-iki nəfərlə də bitmir. İnsan bütün yaxşı insanlara qarşı soyuyur. Onların uğurlarına nifrətlə baxır. Söhbətləri, fikirləri, baxışları həmişə başqalarının nemətləri üzərində dolanır. Belə insan ruhən rahat ola bilməz. Qəlbi daralar, düşüncəsi qaralar, ağlı bulanar. Allah Resulü sallallahu aleyhi və səlləm xəbərdarlıq edir. Buyurur ki, həsəd və iman bir qəlbdə bir araya gələ bilməz. Çünki həsəd Allahın qərarına etirazdır. Niyə o qazandı, niyə mən yox? Bu cür düşünən bir insan sanki Allahın ədalətini sorğulayır. Əslində Allah hər kəsə öz hikmətinə görə bir pay verir. Kimisinə sərvət, kimisinə səbir,
kimisinə elm, kimisinə iman və hər bir payın içərisində də bir imtahan var. Bəs görəsən həsəd xəstəliyinin bir dərmanı varmı? Əlbəttə hər dərdin bir dərmanı var. Amma həsəd xəstəliyinin müalicəsi o qədər də asan deyil. Həsəddən qurtulmaq üçün insan əvvəlcə onun zərərlərini düşünməlidir. Hər dəfə içində qısqanclıq hissi yarananda, həsəd hissi yarananda özünə deməlidir: bu nemət ona Allahdan gəlib. Mən niyə Allahın payına etiraz edim ki? İkincisi, başqalarının nemətlərinə düzgün baxmaq lazım. Allahın kiməsə verdiyi şeylər fani və keçicidir. Əgər mən o şeylər üçün paxıllıq edirəmsə, ağlımı israf edirəm deməlidir özünə. Əksinə, Allah mənə də nemət verib, amma mən onu dəyərləndirə bilirəmmi? Onun haqqı ilə şükrünü yerinə yetirə bilirəmmi deyə düşünməlidir insan. Üçüncüsü, başqalarının necə qazandığına baxması lazım. Kiminsə hər hansı bir uğuru varsa, o da bir yolla əziyyət çəkərək, zəhmət çəkərək buna nail olub. Əgər o çalışırsa, sən də çalış, yolunu tap, sən də qazan. Qısqanclığı bıraq, imtahanını yaşa. Dördüncüsü, dünyanın fani olduğunu unutmamaq. Bugünkü var dövlət, sabah toz torpaq olar. Amma qəlbin təmizliyi, qardaşını sevmək, Allah üçün etdiyimiz dua, bunlar əbədi qalar. İnsan həsədi qəlbinə, dilinə gətirməməsi lazım. Çünki həsəd getdikcə böyüyür, inkişaf edir. Bunun əvəzində insanın qəlbinə bu duyğular gəldiyi zaman dua edib, ya Rabbi, mənim qəlbimdən bu həsədi, bu kini, bu nifrəti çıxar deməlidir. Bir də var gözəl qısqanclıq. Buna həsəd deyilmir. Buna qibtə adını verirlər. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, iki insana qibtə etmək olar. Birinə Allah mal, mülk verib və o malı, mülkü Allah yolunda xərcləyir. Digərinə Allah elm verib, onu yaşayır və başqalarına öyrədir. Bu həsəd deyil, bu ruhun ilhamıdır. Kaş mən də onun kimi xeyirli olaydım deyə istəmək insanı yaxşılığa aparır. Allah Teala Quran-ı Kərimdə də bizə bunu öyrədir. Buyurur ki, xeyirdə yarışın. Yəni, başqasının yıxılmasına sevinməyin. Öz xeyirlərinizi artırmağa çalışın. Unutmamaq lazım. Əsl səadət başqasının əlindəkində deyil. Əsl səadət qəlbində razılıq tapmaqdır. Əlində olana razı olmaqdır. Çünki razı olan insan heç vaxt qısqanmaz. Və qısqanclıqdan azad olan insan həqiqi azad insandır. İndi bir anlıq dayan. Sən sonuncu dəfə kiməsə həsəd edəndə, sonuncu dəfə kimisə qısqananda əslində özündən nə aparmışdın? Özündən nəyi qopardın? O hiss sənin qəlbində nəyi yandırıb apardı? Və əgər bu sözləri dinləyərkən kimsə ağlına gəldisə, bəlkə bu Rəbbindən bir xəbərdarlıqdır. O halda dua edək. Allahım, bizi həsəddən, nifrətdən, qəlb darlığından qoru. Qəlbimizi təmiz, gözümüzü sevincli, dilimizi dua ilə dop dolu et. Başqalarının xoşbəxtçiliyinə sevinməyi bizlərə nəsib et. Çünki sən razı olduğun qullarını sevərsən. Amin.